Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə 9-cu sinif yeni dərsliyimizin ikinci mövzusu olan insan skeletinin quruluşu haqqında danışacağam. Deməli, bu mövzuda biz açar sözlər, oynaq, onurğa sütunu nədir, döş qəfəsi və qurşaq haqqında danışacağıq. Şəkilə diqqətlə nəzər yetirsək, burada insanın hərəkətini bizə göstərib. İnsan skeletinin nəticəsində, yəni dayaq hərəkət aparatı sayəsində hərəkət eləyir, qaçır, yeriyir, oturur, durur, qalxır. Bunlar hərəkətləri oynaqların sayəsində mümkün olur. İnsan skeletində suallara baxaq. Hansı növ sümük birləşmələri var və sizcə insan skeleti hansı hissələrdən təşkil olunub? Bu suallara biz bu mövzunun içərisində aydınlıq gətirəcəyik. Fəaliyyət hissəsində bizə belə bir skeletin şəkli verib. İlk öncə mövzuda tanış olaq, sonra isə bu hissəyə geri dönüş edəcəm. Sümük birləşmələri. Deməli, insanın skeletində sümüklər üç birləşmə əmələ gətirir. Hərəkətli, yarım hərəkətli və hərəkətsiz sümük birləşmələri. Hərəkətsiz sümük birləşmələrində sümüklər arasında bir-biri ilə tikişlər vasitəsilə birləşir. Məsələn, bunlara biz şəkildə göstərildiyi kimi kəllə qapağı sümüklərini aid edə bilərik. Kəllə qutusunda yerləşən kəllə qapağı sümükləri bir-biri ilə tikişlər vasitəsilə birləşib və hərəkətsiz birləşmə əmələ gətirir. Digər tərəfdən insanın çanaq sümükləri bir-biri ilə hərəkətsiz birləşmə əmələ gətirir. Yarım hərəkətli birləşmələr isə sümüklər elastik qığırdaq toxuması vasitəsilə az miqdarda hərəkət edə bilir. Buna biz əksər döş, bel və əksər boyun fəqərələrinə aid edə bilirik. Niyə burada əksər boyun fəqərələri yazılıb? Çünki insanın bədənində onurğa sütununda 7 boyun fəqərəsi var. Və bu 7 boyun fəqərəsinin birinci boyun fəqərəsi hərəkətli birləşmə əmələ gətirir. Digərləri isə artıq 6 boyun fəqərələri yarım hərəkətli birləşmələrə aiddir. Ona görə əksər sözündən istifadə olunub cümlədə kitab içərisində. Döş, bel fəqərələri isə yarım hərəkətli birləşmələrə misal göstərə bilirik. Sonra hərəkətli sümük birləşmələri isə bir-biri ilə oynaq vasitəsilə hərəkətə səbəb olur. Oynağın üzərini oynaq kisəsi örtür. Və oynaq kisəsinin daxilində oynaq mayesi var ki, bu da hərəkət zamanı sümüklərin bir-birinə sürtünməsini, zədələnməsinin qarşısını alır. Burada da şəkildə onurğa sütunun bel fəqərələri və fəqərələr arası disk göstərilib ki, bax bu bel fəqərələri yarım hərəkətli birləşməyə aiddir. Oynaq əmələ gətirən sümüklərə biz əsasən bazu, kürək sümüyünü, but çanaq hissəni, alt çənə gicgah, kürək bazu sümüyü oynaqlarına misal göstərə bilərik. Şəkildə baxın, burada oynaq çuxuru göstərilib. Bazu sümüyünün başı burada kürək sümüyü ilə oynaq əmələ gətirir və hərəkətə səbəb olur. Ən hərəkətli sümüklərdən biri but çanaq və bazu kürək sümüyüdür ki, hərəkət zamanı biz bunlardan çox istifadə edirik. Qollarımızı yanaq, yuxarı, aşağı endirməmizdə bu oynaqlar rol oynayır. İnsanın skeleti özü kəllənin, gövdənin və ətrafların skeletinə ayrılır. Kəllənin skeleti iki hissəyə ayrılır. Beyin şöbə və üst şöbə. Beyin şöbənin sümükləri kəllə qutusu sümükləridir ki, bunlar hərəkətsiz birləşmələrə aiddir. Dedik ki, bunlar tikişlər vasitəsilə bir-biri ilə əlaqədardır. Baxın, bu hissələr tikişlərlə bir-birinə birləşib. Üst şöbəsinin isə sümüklərində hərəkətli birləşmə, yeganə hərəkətli kəllənin sümüyü alt çənə sümüyüdür. Məsələn, biz qidanı ağzımızda xırdalayarkən dişlərimiz vasitəsilə alt çənə sümüyümüz hərəkət eləyir. Alt çənə sümüyü gicgah sümüyü ilə hərəkətli birləşmə əmələ gətirib. Kəllənin sümükləri özü cüt sümüklər və tək sümüklər olaraq ayrılır. Kəllə qutusunda alın sümüyü bir ədəddir. Bir ədəd alın sümüyü var. Baxın, öndən şəkildə göstərilib. 2 təpə sümüyüdür. Bir tərəfdən, digər tərəfdən də görünür şəkildə. Sonra əsas sümük, digər tərəfdə isə xəlbir sümükdür. Bir ədəd əsas, bir ədəd xəlbir. Əsas,
1, hər 1. Sonra ənsə sümüyü 1 ədəddir. Gicgah sümüyü isə 2 ədəddir. Sağ və sol hissədən 2 ədəddə gicgah sümüyü var. Üzün sümüklərinə gəldikdə burun sümüyü 2 ədəd sümükdür. Almacıq sümüyü 2 ədəddir. Üst çənə sümüyü 2 ədəddir. Alt çənə sümüyü isə 1 ədəd. Bundan əlavə üzün sümüklərinə 1 ədəd dilaltı sümük və 1 ədəd xış sümüyü aiddir. Deməli, biz əgər kəllənin skeletini tək və cüt sümükləri ayırsa, bunların hər birini qeyd etdiyim üzü üzərində hesablayıb yaza bilərsiniz. Üzün sümükləri, başın ümumiyyətlə skeletində biz yarım hərəkətli sümük birləşməsinə rast gəlmədik. Kəllə qutusu sümükləri dedik ki, hərəkətsiz birləşmə əmələ gətirir. Yeganə kəllənin yeganə hərəkətli sümüyü isə alt çənə sümüyüdür ki, gicgah sümüyü ilə oynaq əmələ gətirir. Deməli, əgər bizdə belə bir sual versələr ki, kəllənin skeletində oynaq əmələ gətirən sümük neçə növ sümükdən təşkil olunur? Burada oynaq əmələ gətirən gicgah və alt çənə sümüyüdür. Alt çənə 1 ədəd, 2 ədəd də gicgah. 3 ədəd sümük 2 növ gicgah və alt çənə hərəkətli birləşmə əmələ gətirir. Bundan əlavə, kəllədə hərəkətli birləşmə əmələ gətirən boyun fəqərəsi, birinci boyun fəqərəsi dedik ki, hərəkətli birləşmə əmələ gətirir. Ənsə sümüyünə birləşir. Burada şəklin skeletdə göstərim sizlərə. Deməli, birinci boyun fəqərəsi ənsə çuxuruna birləşir. Burada hərəkətli oynağın əmələ gəlməsində, yəni biz boynumuzu sağa, sola, yuxarı, aşağı bu oynaq vasitəsilə hərəkət etdiririk. Bu da ancaq hərəkətli sümük yalnız 1 ədəd alt çənədir başda yerləşən və onların da üzərində dişlər yerləşir. Gövdənin skeletinə gəldikdə, gövdənin skeletinə onurğa sütunu, qabırğalar və döş sümüyü aiddir. Onurğa sütunu insanda 33-34 fəqərədən təşkil olunur və 5 hissəyə ayrılır. Boyun, döş, bel, oma və büzdüm. Onurğanın özünə şəkildə baxsaq, görərik ki, esvari əyriliyi var. Bu da insanlarda dik yeriməklə əlaqədar olaraq əmələ gələn bir aramorfozlardır. 2 önə, 2 arxaya əyriliklər var normal insanın onurğa sütununda. Lordoz və kifoz. Bunun haqqında da gələcək mövzularımızda izah verəcəm. 33-34 fəqərənin dedik ki, boyunun əksər fəqərələri, döş və bel fəqərələri yarım hərəkətli birləşmə, oma və büzdüm fəqərələri isə hərəkətsiz birləşmə əmələ gətirir. İnsanlarda 7 boyun fəqərəsi var, döş fəqərəsi 12 ədəddir, bel 5, oma 5 və büzdüm isə 4 və yaxud 5 fəqərədən ibarətdir. Buradan da arxadan onurğa sütununun şəklidir, bu isə yandan şəklidir. Esvari əyriliyi də görürük. Onurğa sütununun fəqərələrinin cisim və çıxıntıları var. Döş fəqərəsi və bel fəqərəsinin şəkli göstərilir. Baxanda görürük ki, bel fəqərəsinin cismi daha böyükdür. Çıxıntılar və qövslər əmələ gətirir. Və bunların arasında fəqərə dəliyi yerləşir. Fəqərə dəliyi üst-üstə yığılaraq arasında bir boşluq yaradır. Buna biz onurğa kanalı boşluğu deyirik. Və bu onurğa kanalı boşluğunda mərkəzi sinir sisteminə aid olan onurğa beyni yerləşir. Qabırğalar, döş sümüyü və döş fəqərələri birləşib döş qəfəsini əmələ gətirir. İnsanda 24, yəni 12 cüt qabırğa var. 1 ədəd döş sümüyü və 12 fəqərələr döş qəfəsini əmələ gətirir. Deməli, döş qəfəsi 37 sümükdən təşkil olunur. Döş sümüyü 1 ədəddir. Qabırğalar arxadan döş fəqərələrinə birləşib. 7 cüt qabırğa, yəni 14 ədəd qabırğa arxadan döş fəqərəsinə, öndən isə gəlir döş sümüyünə birləşir.
Amma üç cüt qabırğaya biz yalançı qabırğa deyirik ki, bu qabırğalar 6 ədəd və yaxud 3 cüt arxadan döş fəqərəsinə, baxın burada fəqərənin şəkli göstərilib arxa hissədən. Arxadan döş fəqərəsinə, öndən isə dığırdaqlar vasitəsilə bir-biri ilə birləşərək döş sümüyünə gəlib çatır. Bunlar yalançı qabırğalardır. İki cüt qabırğalar isə sərbəst və yaxud üzən qabırğalar adlanır. Arxadan döş fəqərəsinə birləşir, öndən isə heç nəyə birləşmir, sərbəstdir. Bəzən, məsələn, plastik əməliyyat nəticəsində həmin bu qabırğaları çıxarmaq mümkündür. Deməli, döş qəfəsini əmələ gətirən 37 sümük dedik. Bunların növünə gəlib baxsaq, fəqərələr qarışıqdır. Qarışıq. Qabırğalar və döş sümüyü isə yastı sümüklərə aiddir. Deməli, döş qəfəsi iki növ sümükdən təşkil olunub. Yastı və qarışıq sümüklərdən. Çünki biz demişdik ki, yastı sümüklər bədən boşluqlarının əmələ gəlməsində iştirak edir. Döş qəfəsi də, bunlar da döş qəfəsində yerləşən orqanları, ürəkdir, ağciyərdir, digər orqanları qorumaq üçün müdafiə funksiyasını da yerinə yetirir. Sonra ətrafların skeletinə gəldikdə, ətraflar iki hissəyə ayrılır. Sərbəst hissə, qurşaq hissə. Qurşaq hissənin sümükləri ətrafları gövdə hissəsinə birləşdirir. Yuxarı ətrafın qurşaqları iki növ sümükdən, 4 ədəd sümükdən təşkil olunub. Burada da qeyd edirəm, 2 növ, 4 ədəd. Bunlar 2 ədəd körpücük sümüyüdür, 2 ədəd də kürək sümüyüdür. Arxadan kürək sümüyü yerləşir, öndən isə körpücük sümüyü yerləşir. Bir ətrafımızda, sərbəst ətrafımızda, sərbəst dedikdə, baxın, bu hissədən aşağını nəzərdə tuturum, 30 ədəd sümük var. İndi gəlin sayaq, baxaq bu 30 ədəd sümüklər hansılardır. Deməli, bazu, kürək sümüyü biz dedik ki, oynaq əmələ gətirir, hərəkətli birləşməyə aiddir. Bazunun başı diqqətlə fikir versək, kürək sümüyü ilə birləşmə əmələ gətirib, körpücüklə deyil. Körpücük sümüyü isə özü öndən döş sümüyünə birləşir, skeletdə indi şəklini göstərəcəm sizə. Arxadan isə birləşir bir hissədən kürək sümüyünə. Bazu sümüyü bir ətrafı üçün bir ədəddir və uzun borulu sümükdür. Bazu sümüyünə birləşir said sümüyü. Said özü iki hissədən ibarətdir, mil və dirsək sümüyü. Deməli, bu hissədən bazu və mil sümüyü işarə edirəm. Bunlar aiddir uzun borulu sümüklərə. Uzun borulu sümüklər. Bir ətrafda uzun borulu sümük 3 ədəddir. 2 qolda 6 ədəd. 3 ədəd uzun borulu sümük. Uzun borulu sümüklərdən sonra əl sümükləri gəlir ki, bunların sayına indi baxaq. Əl sümüklərinə falanqalar aiddir. Hər bir barmaqda 3 ədəd falanqa var. 1, 2 və 3. Hesablasaq 4 barmaqda 3, 12 ədəddir. Lakin baş barmaqda 2 ədəd falanqa var. 1 və 2. Toplayanda 14 falanqa. Və bu falanqalar, biz demişdik ki, falanqalar və əl darağı sümükləri, bunlar aid idi qısa borulu sümüklərə. Deməli, əl darağı da 5 ədəddir bir ətrafı üçün. Toplayanda 19 qısa borulu. Sonra, bilək hissədə yerləşən 8 ədəd daraq arxası sümükləridir ki, bunlar da qısa süngəri sümüklərə aiddir. İndi bunları toplasaq, 3 ədəd uzun borulu, 8 ədəd daraq arxası, 5 ədəd daraq və 19 qısa borulu sümük cəmi 30 ədəd verir. Deməli, bir ətrafda, sərbəst hissəsində 30 ədəd sümük var. İkisini birlikdə 60 ədəd sümük edir. İndi gəlin çanaq hissədən və aşağı ətrafın sümüklərinə nəzər yetirək.
Deməli, aşağıda ətrafın qurşaq hissəsinə biz aid edirik 2 ədəd çanaq sümüyünü. Çanaq sümüyü arxa hissədən oma sümüyü ilə birləşib, öndən isə baxın bu hissədən qığırdaq vasitəsilə hərəkətsiz birləşmə əmələ gətirib. Digər çanaq sümüyü ilə. Çünki 2 ədəd çanaq sümüyü var. 1 və 2-ci. Çanaq sümüyü özü yastı sümükdür. Deməli, növ olaraq yastı. Burada da kürək sümüyü yastı sümükdür. Körpücük sümüyü isə qarışıq. Biz məsələn bir ətrafda qurşağı ilə birlikdə sərbəst və qurşaq hissədə biz 4 növ sümüyə rast gəldik. Qarışıq, yastı, uzun borulu və qısa sümüklər. Digər aşağı ətrafda da baxsaq, çanaq qurşağı 2 ədəd sümükdür, çanaq sümüyü. Çanağa birləşib bud sümüyü. Burada da oynaq əmələ gəlir. Bud sümüyü bu oynaq əmələ gətirir və hərəkətli birləşməyə aiddir. Bud sümüyü bir ədəddir, bir ətrafdan. Və bud sümüyü ilə birləşib baldır sümüyü. Baldır özü də 2 hissədən ibarətdir. Qamış və arxa hissədə yerləşən bu nazik sümük incik sümüyü adlanır. Fikir versək görürük ki, bud sümüyü ilə birləşən baldır sümüyünün qamış hissəsi, bu qamış hissəsi bud sümüyü ilə birləşib, incik hissə isə qamışla birləşmə əmələ gətirib, budula deyil. Bir ədəd bud, 2 ədəd də baldır sümükləri, qamış və incik, 3 ədəd bir ətrafda uzun borulu sümük var. Uzun borulu. Digər tərəfdən ayaq pəncəsi sümüklərinə baxsaq, burada da 14 ədəd falanqa var bir ətrafı üçün. Ayaq darağı sümükləri 5 ədəddir. Bunlar qısa borulu sümükdür. Arxa hissədə daraq arxası sümükləri isə 7 ədəd daraq arxası sümükləri var, qısa süngəli sümüklərdir. Bir ədəd də insanda diz qapağı sümüyü var. Bunların cəmi eləyir 30 ədəd sərbəst hissəsində. 30 ədəd də digər ayaqda. Toplamda sərbəst hissədə 120 ədəd sümük olur. 60 yuxarı ətraf, 60 aşağı ətraf. İndi diqqətlə şəklə, burada skeletin şəklinə fikir versək. Kəllə dedik ki, üç şöbəsindən və kəllə qapağı sümüklərindən təşkil olunub, hərəkətsiz birləşmə əmələ gətirib, kəllənin üç şöbəsində isə yeganə hərəkətli sümük alt çənə sümüyüdür. Digər tərəfdən döş qəfəsi sümüklərinə aid döş fəqərələri arxadan, öndən döş sümüyü və qavurğalar. Bu körpücük sümüyüdür. Körpücük sümüyü arxadan bu hissədən kürək sümüyünə birləşib, öndən isə döş sümüyünə birləşib. Kürək sümüyü isə həm körpücük sümüyünə birləşib, həm də bazu ilə burada oynaq əmələ gətirib. Çanaq sümükləri arxadan oma sümüyünə birləşib, hərəkətsiz birləşmə əmələ gətirir, öndən isə bir-biri ilə qığırdaq vasitəsilə birləşib. Skeletdən bu qədər. İndi isə burada bizdə fəaliyyət hissəsində verilən suallara cavab verək. Deməli, deyir ki, cədvəldə verilmiş oynaqların hansı istiqamətlərdə hərəkət etdiyini müəyyən edin və gündəlik həyatdan nümunə göstərin. Məsələn, burada bizə deyir ki, bud çanaq oynağı önə, arxaya, yana, içəri dairəvi hərəkətlər edir, topa ayaq boyuyla zərbə vurmaqla. Dirsək oynağı. Dirsək yerləşir bu hissədə, bazu və sait hissəsində. Dirsək oynağı dirsəyin bükülüb açılmasında iştirak edir. Yəni, önə və arxaya hərəkətə misal göstərə bilərik buna. Ön, arxa. Açmaq, nə isə açıb bükmək,
aiddir. Çiyin oynağı da ən hərəkətli birləşmələrdən biridir. Bu hissədə çiyin oynağını əmələ gətirir bazu və kürək sümüyü. Yuxarı, aşağı, önə, yana, içəri hər birini yaza bilərik. Yuxarı, aşağı, önə. Diz oynağı isə yenə də dirsək kimi açılıb bağlanmağa xidmət eləyir. Önə və arxaya. Məsələn, irəli hərəkətdə, geri hərəkətdə biz ayaqlarımızı büküb və açırıq. İndi buradakı suallara baxsaq, sizcə qolumuzun yuxarı qaldırılması və ayağımızın yana açılması zamanı hansı oynaqlar iştirak edir? Qolun yuxarı qaldırılmasında bazu və kürək oynağı, ayağımızın yana açılmasında isə bud çanaq oynağı iştirak edir. İnsan orqanizmdə hansı oynaqlar daha hərəkətlidir? Ən hərəkətli orqanlar bazu, kürək və bud çanaq oynağıdır ki, bunlar daha hərəkətlidir. Deməli, öyrəndiklərinizi tətbiq edin hissəsində bizə şəkildə verilmiş göyərçin və qurbağa skeletlərini nəzərdən keçirin. Bu heyvanların ətraf skeletlərini insanın ətraf skeleti ilə müqayisə edin. Baxaq, göyərçinin kəllə skeleti verib. Sonra boyun fəqərələri, insanda da boyun fəqərələri var və göyərçinin boyun fəqərələri isə insandan çoxdur. Fərqi budur, çünki onların boynu daha hərəkətli və uzundur. Hətta quşlar boyunlarını 270 dərəcəyə qədər çevirə bilirlər. Bundan əlavə, məsələn, sərbəst ətraflarına baxaq, bazu insanda da var və said iki hissədən ibarətdir. Mil, dirsək insanda olduğu kimi. Lakin ön pəncəyə fikir versək, insanda falanqalar idi, əl darağı, daraq arxası sümükləri var idi. Bunlarda isə ön ətraflar uçmaqla əlaqədar qanada çevrilib və barmaqlar bunlarda reduksiya olub, yəni bir hissəsi yox olub. Sadəcə ön ətrafda 3 ədəd barmaq qalıb, 1, 2 və 3 barmağı var. İki ətrafında cəmi birlikdə 6 barmağı var ön ətrafda. Ön pəncə adlanır bu da. Qurşaq sümüyünə gəldikdə, ön ətrafı qurşağına körpücük sümüyü aiddir ki, bu körpücük sümükləri insanda da var idi. Lakin quşlarda uçmaqla əlaqədar olaraq körpücük sümükləri birləşib çəngəl kimidir, belə dikdir. Bundan əlavə, bunların qurşaq sümüyü 3 növ sümükdən təşkil olunur. İnsanda biz dedik ki, ön ətrafın qurşağı 2 sümükdən, kürək və körpücük sümüyündən. Quşlarda isə 3 növ sümükdən təşkil olunub. 2 ədəd qarğa, 2 körpücük, 2 kürək sümüyü. Baxın, burada kürək sümüyünü verib. Burada da körpücük sümüklərdə, bu hissədə də qarğa sümüyü yerləşir. Digər tərəfdən çanaq qurşağına çanaq sümüyü aiddir ki, insanda da çanaq sümüyü var, bud sümüyü, baldır sümüyü, amma aşağı ətrafları bunlarda barmaqlar yenə falanqalar deyil, pəncə lüləsi əmələ gəlib. Və hər bir arxa ətrafında 4 ədəd barmaq var. Ümumilikdə biz 6 ədəd yuxarı ətraflarında barmaqlar var idi, 8 ədəd isə ayaqlarında barmaqları var. Sonra qurbağanın skeletinə gəldikdə isə qurbağalar bilirik ki, sıçrayışlarla hərəkət edir. Buna görə də məsələn onların arxa ətrafları uzundur. Ön ətrafları isə arxa ətraflara nisbətən qısadır. Qurbağanın da kəlləsinin skeleti gövdə və ətrafların skeletindən ibarətdir bədəni. İnsandan fərqli olaraq qurbağalarda da çiyin qurşağı
da qarğa sümüyü də var. Ümumiyyətlə bunların çiyin qurşağı isə 4 növ sümükdən təşkil olunub. Hansılardır? 2 körpücük, 2 kürək, 2 qarğa və bir ədəd döş sümüyü. Bunlarda gördüyünüz fərq budur ki, bir döş sümüyü var ki, bu döş sümüyü döş qəfəsinə yox, çiyin qurşağına aiddir. Buraya yazıram, çiyin qurşağı. 4 növ, 7 ədəd. Çünki bunlarda həqiqi qabırğalar yoxdur. Baxın, çıxıntıları var fəqərələrin, amma qabırğaları yoxdur. Qabırğalar olmadığına görə də bunlarda döş qəfəsi yoxdur. Döş sümüyü aiddir bunlarda çiyin qurşağına. Qarğa sümüyünü də verib burada. Bazu sümüyü, ətrafın sümüyünə gəldikdə bazu, said və barmaqlardan, ön pəncədən təşkil olunub. Arxa ətraflarında isə bud sümüyü, baldır sümüyü və arxa pəncə sümüklərindən təşkil olunub bunlardan. İndi baxaq, insan skeleti ilə müqayisədə bu heyvanların ətraf skeletində hansı oxşar və fərqli cəhətlərə malikdir? Dedik ki, insandan fərqli olaraq quşlarda uçmaqla əlaqədar ön ətraflar dəyişib qanada çevrilib və qurşaq sümüklərinin sayı insandan çoxdur. Bu heyvanların skeletinin quruluşu onların hərəkət üsulu ilə necə əlaqədardır? Bu sualda belə cavab veririk ki, ön ətrafları quşların uçmaqla əlaqədar dedik ki, qanada çevrilir. Qurbağa sıçrayışlarla hərəkət etdiyi üçün bunların arxa ətrafları daha uzundur. Quşların skeleti insanın skeletinə nisbətən daha yüngüldür. Sizcə bunun səbəbi nədir və bu quruluş onlara hansı üstünlükləri verir? Quşlar uçmaqla əlaqədar olaraq sümüklərinin içərisi boşdur və hava ilə doludur. Bu da onların çəkisini yüngül edir ki, havada uçmasına şərait yaratsın. Onlar üçün bir uyğunlaşmadır. Öyrəndiklərinizi yoxlayın hissəsində bizə oynağın quruluşu necədir sualı verir. Oynağın quruluşunda oynaq çuxuru var və oynaq başı var. Oynaq başı oynaq çuxuruna daxil olur və bunların üzərini oynaq kisəsi örtür. Daxilində isə oynaq mayesi var dedik və bu maye hərəkət zamanı, məsələn bu tutaq ki, bir sümükdür, hərəkət edərkən, yuxarı, aşağı hərəkət edərkən oynaq mayesi həmin o sümüklərin bir-birinə dəyib sürtülməsinin qarşısını alır. Kəllə və gövdə skeleti insan orqanizmində hansı əsas funksiyonu yerinə yetirir? Kəllə skeleti insanın kəllə qutusu sümükləri baş beyni qoruyur. İnsanın görmə orqanlarını, məsələn, gicgahda yerləşir eşitmə hissəsi, eşitmə nahiyəsini qoruyur. Sonra üst şöbəsinin sümüklərində burundur, tənəffüs orqanlarının başlanğıcı yerləşir. Ağız hissəsindən həzm orqanlarının başlanğıcı yerləşir ki, bu orqanları qoruyur. Gövdə skeleti də daxili orqanları, məsələn, döş qəfəsi, ürəyi, ağciyərlər, qida borusunun bir hissəsi, traxeya, bronxlar yerləşir ki, bu orqanları müdafiə edir. Üçüncü, döş qəfəsi hansı növ sümüklərdən təşkil olunmuşdur? Döş qəfəsinə aid idi. İlk öncə bunu yada salaq ki, qabırğalar, sonra döş fəqərələri və döş sümüyü aid idi. Bu fəqərələr, döş fəqərələri qarışıq bir sümükdən təşkil olunub, qarışıq. Üstə gəl qeyd edirik ki, döş sümüyü bir ədəd və 24 qabırğa isə yaslı sümük quruluşuna görə yaslı sümüyə aiddir. Ona görə 2 növ sümükdən təşkil olunub. İnsanın kəllə skeletində hansı sümük birləşmələri olur? Kəllənin skeletində hərəkətli və hərəkətsiz sümük birləşmələri olur. Yarım hərəkətli sümük birləşməsi yoxdur. Hərəkətsiz sümük birləşmələrini əsasən biz kəllə qapağı sümüklərinə dedik ki, keşlər vasitəsilə bir-biri ilə birləşib və bunlar hərəkətsiz birləşməyə aiddir. Kəllənin yeganə hərəkətli sümüyü isə alt çənə sümüyüdür. Gicgah və oynaq əmələ gətirib. 5-ci. Ətrafların skeleti hansı şöbələrdən ibarətdir? Ətrafların skeleti dedik ki, qurşaq və sərbəst hissənin skeletinə ayrılır. Bunlar da qurşaq hissə yuxarı ətrafda 2 növ sümük, kürək və körpücük sümükləri şəkildə yenə
üzərində göstərim yadda qalması üçün. Kürək və körpücük sümüklərindən iki növ sümükdən təşkil olunub. Ancaq sərbəst hissə isə bazu, said, daraq sümükləri, darağı arxası və falanqalardan təşkil olunub 30 ədəd sümükdən. Aşağı ətrafında qurşağı 2 ədəd çanaq sümüyündən, sonra uzun boruğu sümük olan bud, baldır sümüyü, ayaqda falanqalar, daraq və daraq arxası sümüklərindən təşkil olunub. Burada da 1 ədəd diz qapağı sümüyü var. Bu mövzuyla əlaqədar bu qədər suallarınız varsa rəylərdə gözləyirəm. Kanalıma abunə olmağı unutmayın. Çünki gələcək mövzular haqqında xəbərdar olmaq istəyirsinizsə kanalıma abunə olun. Ödənişli dərslərə də qoşulmaq istəyənlər rəylərdə fikirlərini bildirə bilərlər. Sağ olun.